Salam əziz 5-cilər. Biz sizlə artıq 6-cı mövzudayıq. 6-cı mövzunun 1-ci hissəsini, yəni mannanı artıq izah etmişəm. İndi isə 2-ci hissəni, Atropatena və Albaniya dövlətlərini izah edəcəm. Ümid edirəm ki, çəkdiyim videolar sizin üçün çox yararlıdır. Hətta sevinirəm ki, artıq müəllimlər də hazırladığım bu slaytlardan istifadə edib öz dərslərini daha da rəngarəng edirlər. Həmişə olduğu kimi dərsin əvvəlində hansı təlim nəticələrinə nail olacağıq? Onları müəyyən edək. Yəni, dərsin başlamamışdan qabaq hansı məqsədləri təyin edirik özümüz üçün ki, təlim nəticəsinə tez çataq. Siz bu dərsin sonunda Atropatena və Albaniya haqqında sadə biliklər nümayiş etdirməlisiniz. Yəni, paytaxtı haradır, onu kim yaradıb, Azərbaycanın hansı hissəsində yaranıb. Eyni zamanda iki şəxsiyyət, İranzu və Atropatın Azərbaycan tarixində mühüm rolunu müəyyənləşdirməyi bacarmalısınız. Yəni, mühüm rol oynadığını. Biz bu mövzuda bu sualın cavabını axtaracağıq. Atropatena və Albaniya dövlətləri necə yaranıb inkişaf etdi? Albaniya və Atropatena paralel, yəni eyni anda mövcud olmuş dövlətlərdir. Bu dərslərdən qabaq biz öyrəndik ki, eramızdan əvvəl 9-cu əsrdə Azərbaycanda Manna dövləti mövcud olub. İndi isə eramızdan əvvəl 4-cü əsrdə eyni anda mövcud olan iki dövlətdən danışacağıq. Azərbaycanın şimalında, Araz çayının şimalında Albaniya, cənubunda isə Atropatena dövlətləri var idi. Albaniyanın paytaxtı Qəbələ, Atropatenanın paytaxtı isə Qazaka şəhəri idi. Atropatena əvvəllər mövcud olan Manna dövlətinin ərazisində yaranıb. Onda mən Manna ilə Atropatena üçün oxşar cəhət tapdım. Hər ikisi Azərbaycanın cənubunda yaranıb. Atropatena dövləti öz adını Atropatın adından götürüb. Bəs adı dövlətə verilən bu şəxs özü kim idi? Eramızdan əvvəl 4-cü əsrdə Şərq torpaqları Makedoniyalı İskəndər kimi güclü sərkərdənin yürüşünə məruz qalmışdı. Həmin dövrdə Atropat Azərbaycanın cənubunu və eyni zamanda Araz çayı ətrafı əraziləri idarə edirdi. Azərbaycan tayfaları onun rəhbərliyi ilə işğalçılara, yəni Makedoniyalılara qarşı cəsarətlə döyüşürdü. Lakin bu qüdrətli sərkərdəyə qalib gəlmək mümkün olmurdu. Düşmən olsalar da, Makedoniyalı İskəndər Atropatın cəsarətini, mərdliyini görüb, onu Azərbaycan torpaqlarının hakimi kimi tanımışdı. Makedoniyalı İskəndərin ölümündən sonra onun qurduğu dövlət parçalandı. Sərkərdələri arasında bölündü. Bundan istifadə edən Atropat isə Azərbaycanın cənub torpaqlarında yeni bir dövlət yaratdı. Dövlətin paytaxtı Qazaka şəhəri idi. Bəzi alimlər qeyd edirlər ki, Azərbaycan adı tədricən dəyişərək bu formaya gəlib çatmışdı. Adurbaqan, Adərbayqan adı yavaş-yavaş dəyişib Azərbaycan formasına düşmüşdü. Bu hissədə də Atropat haqqında, onun uzaqgörənliyi, müdrikliyi haqqında məlumat var. Baxın, biz onun uzaqgörən və müdrikliyini hardan görürük? Hansı ki, o, əraziləri, xalqı zülmə məruz qalmasın deyə Makedoniyalı İskəndərlə danışıqlar aparmışdı. Hətta Atropat Makedoniyalı İskəndərin etibarlı müttəfiqinə də çevrilmişdi. Atropatdan sonra hakimiyyətə gələnlər də ənənəyə sadiq qaldılar. Onlar dövlətin müstəqilliyi uğrunda mübarizə aparmış, qonşu dövlətlərin basqınlarının qarşısını almışdılar. Hətta Atropatena hökmdarlarından biri güclü Roma qoşununu məğlub etmiş, hətta onların döyüş bayraqlarını da ələ keçirmişdilər. Atropatenada təsərrüfat çox yaxşı inkişaf etmişdi. Burada beynəlxalq ticarət yolları keçirdi. Çindən, Hindistandan gələn tacirlər bu ölkənin ərazisindən istifadə edirdilər.
Yerli sənətkarlar öz məhsullarını bu tacirlərə satır, xeyli qazanc əldə edirdilər. Ona görə də Atropatenada sənətkarlıq və ticarət daha da yaxşı inkişaf etmişdi. Şəhər həyatı canlanmışdı. İndi isə Albaniyadan danışaq. Albaniya bizim ən uzun ömürlü dövlətimizdir. Albaniyanın ərazisi indiki Azərbaycanın ərazilərinə uyğun gəlir. Amma indiki Azərbaycandan daha geniş əraziləri əhatə edirdi. Böyük Qafqaz dağlarından Araz çayına, Göyçə gölündən Xəzər dənizinə qədər geniş əraziləri əhatə edirdi. Albaniyadan şimal-qərbdə Gürcü dövləti olan İberiya var idi. Paytaxtı isə artıq öyrəndiniz ki, Qəbələdir. Albaniyanın qədim dövlət olduğu haqqında məlumatlar necə ortaya çıxdı? Hardan bilirik ki, Albaniya qədim dövlətdir? 1940-cı illərdə Azərbaycanın ən böyük su elektrik stansiyası olan Mingəçevir su elektrik stansiyasının tikintisinə başlanılmışdı. Ekskavatorlar dağları yarır, Azərbaycanın ən böyük su elektrik stansiyasını tikmək üçün dəryaça yeri hazırlayırdılar. Bir gün onlardan birinin yer qazan çanağı boşluğa düşür. Ətrafa müxtəlif əşyalar səpələnir. Küp qırıntıları, metal əşyalar, zirehli geyimlər, dəbilqələr, qazıntı işləri dayandırılır. Əraziyə gələn alimlər qazıntıları özləri davam etdirir və böyük bir mədəniyyət izləri aşkara çıxardırlar. Bu mədəniyyət nümunələri qədim Albanlara məxsus idi. Uşaqlar, tez xatırlayaq. Azıq mağarası insanlar tərəfindən necə aşkarlanmışdı və yaxud Qobustan qayaları necə aşkarlanmışdı? 1950-ci illərdə ölkəmizin müxtəlif yerlərində, o cümlədən Qəbələ, Şamaxıda qazıntılar aparıldı. Çoxdan unudulmuş qədim Alban tarixi haqqında artıq məlumatlar çoxalırdı. Həmin o tapıntılar alimlərlə danışmağa başlamışdı. Qəbələdə içində kömürləşmiş dən olan iri təsərrüfat küpləri tapılmışdı. Şamaxıda isə gümüş pul dəfinələri tapılmışdı. Bu, onların təsərrüfat həyatının inkişafından bizə xəbər verir. Yazılı mənbələrlə yanaşı maddi mədəniyyət nümunələri alimlərə Alban tarixini bərpa etməyə imkan verdi. O dövrə aid qəbirlərdə də müxtəlif əşyalar aşkarlandı. İslam dini gələnə qədər burada yaşayan insanlar məzarlara müxtəlif əşyalar qoyurdular. Bıçaq, xəncər, hətta məişət əşyaları, qab, qacaq, hətta bəzək əşyaları qoyulurdu ki, elə təsəvvür edirdilər ki, digər dünyada onu istifadə edəcəklər. Qədim Yunan Roma müəlliflərindən biri yazırdı. Onlarda dəvə olduqca çoxdur. Dəvənin gözəl yunu vardır. Onun yunu çox zərifdir. Bu yundan tikilmiş paltarları ən varlı şəxslər geyinir. Qəbir abidələrindən yun parça ilə yanaşı kətan pərçə qalıqları da tapılmışdı. Uşaqlar, əgər siz bu küp qəbirləri görmək istəyirsinizsə, Azərbaycan Tarix Muzeyinə gedib canlı görə bilərsiniz. Dünya ticarət yollarının bir qolu da Albaniya ərazisindən keçirdi. Pul dəfinələrinin tapılması ticarətdə yerli pullardan istifadə edildiyini də təsdiq edir. Albaniya dövləti 1000 ildən çox mövcudluğunu qoruyub saxlamışdı. Azərbaycanda heç bir dövlət bu qədər uzun ömürlü olmamışdı. Albaniyaya bizim eramızın 8-ci yüzilində son qoyulmuşdu. Biz tez tapırıq. Albaniya nə vaxt yaranıb? Təxmini eramızdan əvvəl 4-cü əsr. Nə vaxt süqut edib? 8-ci əsr. Yəni zaman oxunda düşünsək, era başlanğıc nöqtəmiz eramızdan əvvəldən 4 əsr, eramızdan isə 8 əsr düşünək. Ölkənin zəngin sərvətləri, əlverişli coğrafi mövqeyi xarici qüvvələrin diqqətini cəlb edirdi. Albaniyanı da işğal etməyə çalışan Roma dövləti buraya bir neçə dəfə qoşun göndərmişdi. Lakin əcdadlarımız buraya hücum etmiş Roma qoşunlarına qarşı cəsarətlə mübarizə aparırdılar.
Romalılar sülh bağlayıb Albaniyanı tərk etmişdilər. Uşaqlar, sizin üçün belə tapşırıqlar hazırlamışam. Bu tapşırıqları işləmək sizin üçün məncə çox maraqlı olacaq. Əgər istəyirsinizsə ekranın görüntüsünü saxlayın. Tapşırıqları edin ki, məktəbdə müəlliminizə yaxşı cavablar verə biləsiniz. Bu tapşırıqlarda bu dərslə bağlı çoxlu, belə deyək də, oyunlar var. Boşluqları doldur. Atropatena dövləti eramızdan əvvəl 4-cü yüzillikdə yaranmışdı. Dövlətin əsas şəhəri Atropatenanın paytaxtı hara idi? Kazaka. Albaniya dövlətinin paytaxtı hara idi? Qəbələ. Daha sonra ikinci tapşırığa keçək. Mən Azərbaycan ərazilərini idarə edir, yadelli yürüşlərinə qarşı mübarizə aparırdım. İskəndər mənim cəsarətimə heyran idi. Sizcə bu şəxsiyyət kimdir? Təbii ki, Atropat. Mənim ölümüm böyük imperiyanın dağılmağına səbəb olmuşdu. Söhbət Makedoniyalı İskəndərdən gedir. Buradakı hadisələri ardıcıllıqla yığmalıyıq. Təbii ki, 1-ci İskəndər şərqə yürüş edər. Atropat Makedoniyalılara qarşı vuruşar. İskəndər Atropatı Azərbaycanın hakimi kimi tanıyar. Daha sonra isə Atropat müstəqil dövlətini yaradar. Mən bir dövlətəm. Adım sərkərdənin adından götürülüb. Paytaxtım Kazaka şəhəridir. Mən kiməm? Atropatena. Bunu da uşaqlar işləyə bilərsiniz. Artıq video çox uzun olmasın deyə hamısını demirəm. Doğru və yanlış. Hardan başlayaq? Məsələn, Albaniyanın paytaxtı Qəbələ şəhəri idi. Bəli, doğrudur. Atropatena dövlətinin adı zamanla dəyişərək Azərbaycan formasına düşmüşdür. Bəli. Atropatena dövləti Roma tərəfindən işğal edilmişdir. Xeyr. Hətta Atropatenalılar Romalıların döyüş bayraqlarını ələ keçirtmişdi. Digərlərini uşaqlar özünüz edə bilərsiniz. Gəlin bir ümumiləşdirmə aparaq. Görək dərsi nə dərəcədə mənimsəmisiniz. Bu artıq sizin öz şəxsi cavablarınız olmalıdır. Atropatena dövləti necə yarandı? Makedoniyalı İskəndərin ölümündən sonra fürsətdən istifadə edən Atropat müstəqil dövlətini yaratdı. Xalqın mənafeyinin qorunmasında Atropat hansı addım atdı? O müdriklik göstərərək İskəndərlə müttəfiq oldu. Məsələn, Qəbələrdən silahların tapılması nəyi sübut edir? Ümid edirəm ki, bu suallara hamınızın müəyyən cavabı var. Atropat və İranzunun Azərbaycan tarixində oynadığı rol nə oldu? Yadınızdadırsa, biz əsasən İranzunun həm daxili, həm xarici siyasətindən danışmışdıq. İranzu vilayət hakimlərinin öz başına son qoyaraq mərkəzi hakimiyyəti möhkəmləndirmişdi. İki düşmənlə eyni anda müharibə aparmaqdansa Assuriya ilə müttəfiq olmuşdu. Atropatı da artıq bu dərsdə öyrəndiniz. Albaniyanın qədim dövlət olduğunu əsaslandırın. Məsələn, buradan tapılan maddi mədəniyyət nümunələri buna sübutdur. Özünüzü qiymətləndirin. Sizcə, tapşırığı başa düşdüm və fikrimi izah etdim. Tam oldusa, üstəgəl. Dərsi diqqətlə dinlədim. Bəli. Problemin həllinə məntiqlə yanaşdım. Bəli. Və s. Belə bir sual da hazırlamışam uşaqlar sizin üçün. 3 dövləti eyni anda müqayisə edək. Manna 9-cu əsrdə yaranıb. Atropatena isə eramızdan əvvəl 4-cü əsrdə. Albaniyanın paytaxtı Qəbələ şəhəri. Hər üçü necə dövlətdir? Quldar dövlətdir. Manna və Atropatena hər ikisi harda yaranıb? Cənubda. Albaniya isə şimalda yaranıb. Atropatena hökmdarı Atropat vaxtilə İskəndərə qarşı mübarizə aparıb. Mannanın paytaxtı İzirtur şəhəri idi. Və s. Uşaqlar, bu tapşırığı da özünüz edin ki, dərsi daha da möhkəmləndirə biləsiniz. Ev tapşırığı olaraq isə Albaniyadan tapılmış arxeoloji nümunələri araşdırmaq.
Siz bunun üçün hətta tarix muzeyinə getsəz, lap yaxşı olar. Uşaqlar, ümid edirəm ki, dərsi tam mənimsəyə bildiniz. Bacardığım qədər sizə kömək etməyə çalışdım. Əgər nəsə başqa bir sualınız olsa, çalışacağam ki, cavablandırım. Siz rəylərdə yazın, mən də suallarınıza cavab verim. Növbəti dərslərdə görüşərik.